Salam, hər vaxtınız xeyir olsun. Mən riyaziyyat müəllimi Aytaç Həsənova. Bugün sizə 27 aprel 2025-ci ildə 9-cu sinif buraxılış imtahana düşən riyaziyyat suallarını izah edirəm. 57 nömrəli sualda deyirlər, ölçüləri 3 sm, 5 sm və 8 sm olan düzbucaqlı paralelepipedin tam səthinin sahəsini hesablayın. Tam səthi düsturu belə idi ki, S bərabərdir 2 vurulsun AB plus BC plus AC. Onda həmin ölçüləri nəzərə alsaq, S bərabər də olur 2 vurulsun AB, yəni ki 3 vurulsun 5, 15 plus BC, yəni ki 5 vur 8, 40 eləyir, plus AC də 3 vur 8, 24. Bunları toplasan 2 vurulsun 15 plus 40 elədi 55. 55, bu da plus 24 var. Eləyir 2 vurulsun. 55 plus 24 də eləyir. Nə qədər? 79. 2-ni də vursan 79-a. Eləyir burada nə qədər? 158. Yəni A bəndi eləmiş oldu. Növbəti 58 nömrəli sualda deyirlər, Sabir və Vahid müəyyən sayda qələmi elə böldülər ki, Sabirə 39, Vahidə isə bütün qələmlərin 48% çatdı. Nə qədər qələm var idi? Hər şey özlüyündə 100% olur. Vahidə 48% çatıbsa, onda Sabir üçün 52% qalır. 52% deməli nə qədərdir? 39-dur da Sabirdə. Onda deyib, bütün qələmləri istəyir deyənə 100%-ə də X deyərsən. X-i tapmaq üçün də çarpaz vurub bölürsən. X bərabərdir 100 vurulsun 39 bölünsün 52. Burada ixtisarlar apara bilərik. Məsələn, 52 və 39 hər biri 13-ə bölünür. Bu 13-ə bölünür 4 dəfə. Bu 13-ə bölünür elə 3 dəfə. 4 ilə də 100 ixtisar gedir. 25. 25-də 3-ə vuranda 75. Yəni, nə qədər qələm var idi? 75 D bəndi. Növbəti 59 nömrəli sualda deyir, ifadəsinin qiymətini hesablayın. Modulda mənfi 7,5-dən 7,5 çıxır. Çıxılsın elə 3,3 olur. Bölünsün 2. Bunları çıxanda qalır ki 4,2 böl 2. Bu da eləyir 2,1. Yəni C bəndi. Növbəti 59 nömrəli sualda deyir, ifadəsinin qiymətini hesablayın. Modulda mənfi 7,5-dən 7,5 çıxır. Çıxılsın elə 3,3 olur. Bölünsün 2. Bunları çıxanda qalır ki 4,2 böl 2. Bu da eləyir 2,1. Yəni C bəndi. Növbəti sualda deyirlər, qrafika əsasən düz xəttin bucaq əmsalını tapın. Düz xəttin tənliyi nə vurmada olurdu? Y bərabərdir KX formasında. K-nı tapmaq üçün nə edirsən? Y-i X-ə bölürsən. Y nədir? 4. X nədir? 2. 4-ü də 2-yə böləndə eləyir 2. Yəni B bəndi. Növbəti sualda deyirlər, 4Y çıxılsın X ifadəsinin qiymətini hesablayın. Bu tənlişər sistemi tərəf-tərəfə çıxsaq, qalır ki, mənfi X çıxılsın 2X bərabərdir 10 minus mənfi 23. Bu da eləyir ki, mənfi 3X bərabərdir 33-ə. X bərabərdir mənfi 11 elədi. Dəqiqə. Bunları silək. X bərabər nə oldu? Mənfi 11. X-i tapdın. Onda Y-də minus X bərabərdir 10 olduğu üçün Y plus 11 olur. Yəni ki, X yerinə mənfi 11 qoysan, mənfinin mənfi təsiri Y plus 11 bərabərdir 10-dur. Onda Y bərabərdir burada mənfi 1 eləmiş olur. Bunlar tapandan sonra 4Y deyirdi. 4 vurulsun mənfi 1, minus X də mənfi 11 idi. Bu da eləyir mənfi 4 plus 11, bu da eləyər 7, müsbət 7, D bəndi. 62 nömrəli sualda deyirlər, ifadəsini çoxərtli şəklində göstərin. Burasını kvadrata yüksəltsən olur ki, 4x-in üstündə 4 plus hasilləri 2 misli olmalıdır. Yəni ki, 12 x-in kvadratı y plus 9y-in kvadratı. Və burası da a minus b, a plus b-yə görə olur ki, 4x-in üstü 4 plus 4x-in üstü 4
Bir də çıxılsın 9y-ın kvadratı. 9y kvadratlar bir-birini aparır. Qalır ki, nə? 4x üstü 4 plus 4x üstü 4 elədi 8x üstü 4. Bir də plus bu isə 12 x-in kvadratı y. B bəndi eləmiş olur. Bəli, B bəndidir. 12 x-in kvadratı y. 63 nömrəli sualda deyir ifadəsinin qiymətini hesablayın. 2 tam 3-də 1 çıxılsın 1 tam 9-da 1. 2 tam 3-də 1-i belə yazaq da. 2 tam 9-da 3 yazırıq. Çıxılsın 1 tam 9-da 1. Bərabərdir bu eləyir. 1 tam 9-da 2. Bunu da çevirsən düzgün olmayan kəsr eləyir 9-da 11. 9-da 11. Sonra bölünsün var burada. 7 tam 3-də 1'dir. Bu da eləyir 3-də 22. Bunu hesablayım əvvəlcə. Deməli, 9-da 11. Bölməni hesablamaq üçün birincisi qalır, ikincisi tərsinə vurulur. 22-də 3-ə. 11 ilə 22 xisar gedir, 2 qalır. 3-dən 9 xisar gedir, burada 3 qalır. Bu elədir nə? 6-da 1. Onda var ki, 6-da 1 plus 4-də 3. Yazaq bunu. 6-da 1 plus 4-də 3. Bunlar üçün ortaq məxrəc 12 eləyir. 12-ni 6-ya böləndə 2. 2-ni 1-ə vursam 2. Plus 12-ni 4-ə bölsəm 3 3-ə vursam 9 eləyir 12-də 11. Yəni D bəndi. 64. Radiusu 19 sm olan çevrənin mərkəzindən 25 sm məsafədəki nöqtə. Belə bir çevrəmiz var. Radiusu 19-dur. Burası 19. Mərkəzdən 25 sm məsafə deyəndə belə elə 25 çıxılsın 19. Bu da bərabər nə qədər olur? Məsələn, nöqtəni daha deyək. Bu da bərabər deyilir nə qədər? 6. Yəni, bu məsafə 6 olur. Ən qısa məsafə deyəndə, yəni ki, bunun kənarına qədər, yəni buraya qədər məsafə 6 santimetr D bəndi olur. 65 nömrəli sual. İfadəsini sadələşdirin. 15x-in kvadrat, y kvadrat. Bunun üstündə elə yazaq bunu. Və burada x kvadratlar bir-birini aparır, ixtisar gedir. 15 5-ə bölünür 3 dəfə, 25 5-ə bölünür 5 dəfə. A üstü 8 var. Bir dənə A ilə, burada A üstü 8 gedəndə 7 qalır da. A üstü 7. Y-lərdən bu gedir. Buradan da 1 gedəcək, 1 qalır. X kvadrat da getmişdi. Nə qaldı yerdə? Aşağıda qaldı 5A üstü 7. 5A üstü 7. Yuxarıda da 6Y qaldı. Bəli, B bəndi eləmiş olur. Sadə bir sualdır. 66. Tərəfi 10 cm olan ABCD kvadratında M və N uyğun olaraq BC və CD tərəflərinin orta nöqtələri olarsa, AMCN dörtbucaqlısının sahəsini tapın. Tərəfi 10-dursa, orta nöqtə isə burası da 5. Burası da 5 5 bölünür. Burası da yenə 5. Burası 10'dur. Və burası da 10'dur. Bu elə bil ki, nə edirsən? Kvadratın sahəsində və bu düzbucaqlı üçbucaqla bu düzbucaqlı üçbucağın sahəsini çıxanda və burası qalacaqdır. Ona görə nə edirsən? Kvadratın sahəsi eləyir. Onun kvadratı 100. 66-da. Onun kvadratı 100 edir. Çıxılsın. 2 dənə düzbucaqlı üçbucaqdır deyən elə 2-yə bir də bölmürəm. 5 vur 10, 50-ni çıxıram. Qalır elə 50. B bənd. 67 nömrəli sual. 2 zər eyni zamanda bir dəfə atıldıqda üst-üzə düşən xalların cəminin 6-dan kiç olmaması hadisəsinin ehtimal tapın. Əvvəlcə olanlar 6-dan az olanları tapaq. Ümumidən çıxarıq 6-dan az olanları, kiç olmayanları tapmış olarıq. 1 ilə 1 ola bilər. 1 2-dir. 1 3, 1 4. Bunlar da elə 1 5 artıq 6 olur. 6-dan kiç olmaması 2 6 da ola bilər də. Sonra 2 1-dir, 2 2-dir, 2 3-dür. 2 4 olmaz. Sonra 3 ilə 1, 3 ilə 2-dir. Bir də 4 ilə 1-dir. Cəm nə qədərdir? 1 2 3 4 baxırsan 5 6 7 8 9 10 dənə. Onda 1-dən çıxarsan
Əgər 2 dənə zərdirsə, əlverişli belə deyək də, ümumi hallar 36 olur, əlverişli hallarda 10 oldu. Birdən çıxırsan 36-da 10-u, bu da qalır 36-da 26. Bunu da ixtisar eləsən eləyir 18-də 13, yəni Y bəndi. 68, əbu 32, 68 vurulsun əküb 32, 68. Hasilini hesablayın. Bu elə bərabər olur ki, 32 vurulsun 68. Bu da edir 2176 Y bəndi. Bax, qaydaları bilmək lazımdır. 69. Sinifdəki şagirdlərin sayı 30-dan çox, 40-dan isə azdır. Onlar həm 2-2, həm 3-3 oturtmaq mümkün olarsa, sinifdə 2 şagird var. Bunun üçün əküb tapırsan 2 və 3 üçün. 2 və 3 üçün. Bu eləyir nə qədər? 6. Onda burada 30 ilə 40 arasında olması üçün belə yazırsan. 6x nədir? 30 ilə 40 arasında olmalıdır. Bunun üçün də belə deyək də 30 ilə 40 arasında olması üçün 6-nı məsələn 2-yə vursaq, yox olmur. 3-ə vursan, 4-ə vursan, yenə olmur. 5-ə vursan 30-un özü eləyir. Amma 6-ya vursan 30 ilə 40 arasında düşür. 6 dəfə 6, 36. Y bəndi. 70. Ədədlərdən hansılar 2x balacadır bərabərdir 8 bərabərsizliyi ödəyir. Hər tərəfi 2-yə bölürsən, x balacadır bərabər 4 alınır. Həm 4-dən balaca, həm də 4-ə bərabər ola bilər x burada. Onda 2 ola bilər, 4 ola bilər, bir də 0 ola bilər. Birincisi, ikincisi və beşincisi A bəndi. 71 nömrəli sualda bizə nə deyirlər? AD deyir 15 santimetrdir, yəni hamısı. AB deyir 7-dir burası. BC CD-yə bərabərdir. Bura x olsa, burası da x-dir. Bizdən BC-ni tapmağımızı istəyirlər. Yəni ki, x-i tapmağımızı istəyirlər. Belə yazırsan, 7 plus 2x bərabərdir 15. 2x bərabərdir 8, x bərabərdir 4. C bəndi. Buradan da işarə eləyək. 72. Bərabər yanlış bucaqda yan tərəfə paralel olan orta xəttin uzunluğu 4-dür. Bilirdik ki, orta xətt paralel olduğu tərəfin yarısı olur. Yan tərəfi paraleldirsə, yəni ki, bu 4-dürsə, onda yan tərəf nə olur? 8. Bərabər yanlıdır, yəni burası da 8 edir. Perimetr deyir 22-dir. Burada bir x yazsaq oturacağa. Olur x plus 16 bərabərdir 22. Onda x bərabərdir 22-dən çıxırsan 16-nı. Bu da bərabərdir 6 edir. Yəni cavab 6 eləmiş olacaq orada. 73 nömrəli sualda deyir y-in hansı qiymətində A6y və B45 nöqtələri arasındakı məsafə 2-yə bərabərdir. Məsafəni tapmaq üçün nə edirdin? Kök altında olurdu ki, x2 çıxılsın x1-in kvadratı, yəni ki, 4 çıx 6-nın kvadratı plus 5 çıxılsın y-in kvadratı. Bu da bərabərdir sənə, deyir 2 verib. 4 çıx 6-nın kvadratı eləyir. 4-dən 6 çıxanda mənfi 2, kvadratı eləyir müsbət 4. Plus burada 5 minus y-in kvadratı. Kök altında da hər tərəfi kvadrata yüksəlsə kök edəcək. Yəni ki, hər tərəfi kvadrata yüksəlsən. Bu bərabər 4 olur. Onda 5 minus y-in kvadratı bərabərdir 0 olmuş olur burada. Onda belə yazaq da 5 minus y bərabər 0, y də bərabərdir 5 alırsan. 74 nömrəli sualda deyir, uşaq anadan olanda atası 25 yaşında idi. İndi onların yaşları cəmi 45 olarsa, uşağın neçə yaşı var? Uşağın neçə il əvvəl, yəni ki, anadan olduğunu deməyiblər və yaxud da neçə il keçdiyini deməyiblər deyənə. Biz belə düşünək də, x ildən sonra düşünək. X il sonradır da yəni. X il sonra zaten nə olacaq? Elə uşağın da x yaşı olacaq. Çünki niyə? Çünki doğulanda nə olmuşdu? 0 yaşı olmuşdu da. İndi burada nə olacaq? Uşaqda deməli x ildən sonra x yaş olacaq elə uşaqda. Atada isə, ata da elə x il böyüyəcək deyənə, əvvəl 25 yaşı var idi axı. X il böyüyəcək deyənə 25 plus x yaşı olacaq. Və cəm 45-dir. X plus 25 plus x bərabərdir 45. 2x bərabərdir 20, x bərabərdir 10.
Yəni ki, uşağın 10 yaşı var. 75 nömrəli sualda ifadəsinin qiymətini hesablayın. Vurma olduğu üçün bir dənə köşün altında yaza bilərsən. 4-cü dərəcədən 6 + 2/5 vurulsun 6 - 2/5. Bu da müxtəsərə görə nə olacaq? 4-cü dərəcədən 6'nın kvadratı, yəni 36 çıxılsın 2/5'in kvadratı. O da eləyir 4 vur 5, yəni 20. Bu da bərabər deyilir 4-cü dərəcədən kök altında 16. Buradan da nəyi? 4 dəfə bir-birinə vuranda 16 verir 2'ni. Cavab 2 eləmiş oldu. 66 ifadəsinin qiymətini hesablayın. Müxtəsərlə olur ki, 48 çıxılsın 32 və 48 plus 32. Məxrəcdə də 21 minus 19, 21 plus 19. Bu da bərabərdir. 48'dən çıxanda 32'ni qalır orada nə qədər? 16. Vurulsun. Toplayanda da eləyir 80. Aşağıda 21'dən 19 çıxanda qaldı burada 2. Toplayanda da 40. Deməli 2 ilə 16 ixtisar getdi, 8 qaldı. 40 ilə 8 ixtisar getdi, burada da 2 qaldı. 2 dəf 8 16. Və ya 6 dəftər 8 karandaş ala bilər. Dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? Deməli, dəftərə x deyək, dəftərin qiymətinə, bir dənəsinin qiymətinə x. Karandaşa y deyək. Deməli, 8 dəftər, onda 8x və 5 karandaş plus 5 y ümumi pulunu verir. Eyni zamanda həm 6 dəftər, yəni ki 6x plus 8 karandaş plus 8y. Bu da eyni zamanda həmin pulu verir. Bunların cəmi. Bunlar da cəmi həmin pulu verir. Bərabərləşdirirsən. 2x bərabər də alırsan 3y. Bizdən istəyir ki, dəftərin qiyməti karandaş qiymətinə neçə dəfə çoxdur. Bunun üçün dəftərin qiymətini bölməlisən karandaşın qiymətinə. Onda y atırsan sola. Elə alınır x bölü y. Bərabərdir 3 bölünsün. 2'ni də o tərəfə attın 3 bölü 2. 3'ü də 2'yə böləndə 1,5. Yəni neçə dəfə çoxdur? 1,5 dəfə. 78. 2 fəhlə birlikdə tapşırığı 8 saata yerinə yetirir. Birinci fəhlə təklikdə həmin tapşırığı ikincidən 12 saat tez yerinə yetirir. Birinci fəhlə təklikdə bu tapşırığı nə qədər vaxtda yerinə yetirər? Birinci fəhlə və ikinci fəhlə. Birinci fəhlə ikincidən 12 saat tez. Onda ikinciyə x deyək. İkinci x saata yerinə yetirsin. Birinci isə 12 saat tez x çıxılsın 12 olsun. Və birlikdə 8 saatadırsa belə olur da. X çıxılsın 12'də 1. Hər birinin 1 saatda gördükləri işi toplayırıq. Bərabərləşdiririk. Hər birinin birlikdə 1 saatda gördüyü işə. Plus x-də 1 bərabərdir 8'də 1. Bunun qaydası budur. Bunlar üçün ortaq məxrəc olur ki, x vurulsun, x çıxılsın 12. Burada olur x plus x minus 12 bərabər 8'də 1. Buradan da alınır ki, 2x çıxılsın 12 bölünsün x kvadrat çıxılsın 12x bərabər 8'də 1. Çarpaz vursaq x kvadrat çıxılsın 12x bərabər də olur 16x çıxılsın 96. Buradan da alınır ki, x'in kvadratı çıxılsın 28x plus 96 bərabər 0. Ümumiyyətlə bunu hesablasan köklərin hasili bizə 96 verir. Köklərin cəmi isə 28 verməlidir. Elə müsbət 28 verir, bəli. Bir də baxaq buna, bəli. Nə ola bilər onda? x1 bərabər 4 olar, x2 də bərabərdir 24 olar. Həqiqətən vuranda 96, toplayanda 28 verir. Amma 4'ü götürə bilmərik. Çünki 4'ü gətirib
Burada yerinə qoysan mənfi verəcək. Ona görə 4-ü götürə bilməzsən 24 olur. X 24 tapdıqsa deməli ikinci fəhlə 24 saata yerinə yetirir. Birincisini bizdən istəyirdi. Birinci fəhlə təşkildə bu tapşırıq nə qədər vaxtda yerinə yetirər? Onda 24 çıxılsın 12, yəni 12 saata yerinə yetirər. Cavab edir 12. 79. Düzbucaqlının bucaqlarından birinin tənböləni onun tərəfini yarıya bölür. Düzbucaqlının deyir ki, iç tərəfi 4 santimetrdir. Onun perimetrini tapın. Tərəfin tənböləni. Belə qurduq. Tənböləndirsə onsuz bucağı yarıya bölər 45, 45-ə bölür. Və burada tərəfi də deyir yarıya bölür. Tənböləni onun tərəfini yarıya bölür. Yəni burası da bərabər olur. Bir də burada baxırsan ki, çarpaz bucaqlara görə burası 45-dirsə, onda burası da 45 olur da. Nə oldu? Bərabər yanlı düz bucaqlı üç bucaq. Burası da onda 4 olar. 4, 4. Yarıya bölmüşdü deyənə burası 4 oldu. Cəm uzunluq 8 elədi. Eni də 4-dür deyənə perimetr bərabər deyir. 2 vurulsun 4 plus 8. Bu da bərabərdir 2 vurulsun 12. Bu da bərabərdir elədi 24. Yəni cavab 24 eləmiş oldu. 80 nömrəli sual stolun üzərindəki dik duran qələmə ondan 150 sm uzaqlıqdan fənər tutularsa, qələmin arxasındakı divarda 48 sm uzunluğunda kölgəsi əməl gəlir. Qələmin hündürlüyü 30 sm olarsa, qələm ilə kölgəsi arasındakı məsafəni tapın deyir. Şəkli burada bir dənə belə qursaq, bu belə bir şəkildir. Burası qələmdir, qələmin hündürlüyü. Burası 30 verilib. Bu kölgəsi 48 verilib. Fənər deyir ki, 150 sm məsafədədir. Burası da 150 desən. Burası da x eləyir. Oxşarlıqdır burada. Böyük üçbucağın, bu üçbucağa oxşarlığı. Əməl gələcək burada. Çünki burada indi necə olacaq? 30-un 48-ə nisbəti bərabərdir. 150-nin də 150 plus x-ə nisbəti olur. Bizə x tapmaq lazımdır. Hər tərəfi 30-a bölsən, 30-30-a bir dəfə, 150 30-a böldür 5 dəfə. Və çarpaz vursan, 150 plus x bərabərdir. 48-i də 5-ə vursan, 5 dəfə 8 40, 0 yazdın, 4 yadda. 4 də 5 20, o da 4 24. X-i tapmaq üçün 240-dan çıxarsan 150-ni. 0, 14-dən 5 çıxsan 9, 90 eləmiş olur. Həmin bu məsafə. 90. 81 nömrəli sualda yadınızdadır, sizə bir düstur deyirdim. Yadınızda saxlayın. Bu düsturdan yəni ki, düşə bilər. N, A birləşir B bərabər nə olurdu? N, A fərq B plus N, B fərq A plus N, A kəsişir B. Bu düsturdan istifadə edərik. Şagirdlərdən ibarət sinif 22 nəfərsə, onda N-A birləşir B 22 olur. Bərabərdir. Deyir, yalnız rus dili fənnindən, rus dili fənninə məqbul qiymət alanların sayı. Rus dili A olsun. Rus dili. İngilis dili də B olsun da. B çoxluğu yəni. Yalnız rus dili N açıq B deməkdir. Anaların sayı. Deyir, yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayından 3 nəfər azdır. Onda belə deyək, yəni 5-a x olsa, bu da x çıxılsın 3 olsun. Arada plus var, onsuz düsturda. Bir də bunların həm ingilis dili fənnin, həm rus dilindən məqbul hesab olunanlar da 7 nəfər. Sayısa 7 nəfərdir, plus 7, yəni kəsişməsi 7-dir də. Səndən burada lazımdır, yalnız ingilis dili deyirsə, yəni 5-a, yəni ki, x tapmaq lazımdır. Buradan da alırsan ki 2x plus 4 bərabərdir 22. 2x bərabərdir 18, x də bərabər 9 tap. Yəni cavab 9 eləmiş olur burada.